Time testinə baxırıq. ABŞ və Qərbi Avropa 1945-ci ildən sonraki illərdə. Türkiyə Respublikasının və Almaniya Federativ Respublikasının 20-ci əsrin 40-cı illərinin ikinci yarısına aid ümumi cəhətləri müəyyən edin. ABŞ-dan maliyyə yardım alması, elə bunu götürə bilərik. Hər ikisi Marshall planı ABŞ-dan yardım almışdır. Hamısına baxaq. Ərazinin ikisiyə bölünməsi ancaq Almaniya, konstitusiyanın qəbul edilməsi Almaniyada ancaq, torpaq sahiblərinin arasında səbəb olan torpaq qanunu ancaq Türkiyə, X siyasi partiyaların yaradılmasına icazə verilməsi Türkiyə. 20-ci əsrin 40-cı illərin ikinci yarısı İngiltərə və Fransa tarixinə aid oxşar cəhəti müəyyən edir. Milliləşdirmə tədbirlərinin həyata keçirilməsi götürə bilərik. İngiltərədə Clement Attlee 45-51, Fransada müvəqqəti rejim 44-46. Hər iki dövrdə milliləşdirmə həyata keçirilmişdir. Hamısına baxaq. Müstəmləkələrin istiqlaliyyətini tanıması ancaq 40-cı ildə İngiltərə, NATO'nun hərbi uzaqlaşması bu Fransanın 60-cı illərinə aiddir. Şərqi Avropada vəziyyətin onların lehinə xeyir, ABŞ-ın Avropada artan siyasi nüfuzuna qarşı çıxmalar xeyir. 60-cı illərdə, 60-cı illərin əvvəllərində Ekvator və Qərbi Afrika müstəmləkələrinə siyasi müstəqillik verən dövlət təbii ki Fransa. Fransa olacaq 2. 2 Fransa, 4 İtaliya, 3 Almaniya, 1 İngiltərə, 5 Rusiya. ABŞ prezidentləri və onlara aid tədbirlərin uyğunluğunu müəyyən edin. Ronald Reagan böyük değnek Lyndon Johnson. Obama ədalətli xətt Harry Truman. George Bush yeni iqtisadi siyasət. Richard Nixon'dur bu da. John Kennedy yeni hüdudlar. Bəli. Böyük dəyənək. Mən böyük cəmiyyətlə qarışdırdım. Böyük dəyənək Ronald Reagan dövlət düzdür. İlk dəfə böyük dəyənək Theodore Roosevelt, ardında da Ronald Reagan. Olacaq 1-dən 4. Mən bunu böyük cəmiyyətlə qarışdırdım ilk öncə. Xəritədə göstərilmiş dövlətlərə aid olan fikirlər müəyyən edin. Aid olan fikirlər müəyyən deməli. 26-cı ildə ərazisində ilk ümumi tətil İngiltərə götürə bilərik. Ekvator və Qərbi Afrika ölkələri müstəqillik vermişdi, Fransa götürə bilərik. Washington konferansına əsasən Sakit Okeandakı fəaliyyət məhdudlaşması bu Yaponiyada yoxdur xəritədə. 20-ci əsrin 90-cı illərinə qədər parçalanmış vəziyyətdə qalmışdı, Almaniya götürə bilərik. Demək olacaq 1, 2, 4 variantı. 20-ci əsrin 50-ci illərinə aid hadisələri müəyyən edin. Charles de Gaulle'un təklif etdiyi konstitusiyanın qəbul edilməsi 58 götürə bilərik. Fransada 5-ci Respublikanın qurulması 58 götürə bilərik. Böyük Britaniyanın Avropa İqtisadi Birliyinə daxil olması 73 götürə bilmərik. Türkiyənin NATO-ya daxil olması 52 götürə bilərik. Almaniya iqtisadi möcüzəsinin memarının istifa verməsi 63 götürə bilmərik. Demək olacaq 1, 2, 4 variantı. Arıcılığı müəyyən edin. Fransa tərəfindən Əlcəzairi müstəqilliyin tanınması 62. Argentinanın Falkland adalarına qoşun çıxarması 82. Nixonun yeni iqtisadi siyasət adlı tədbirlərin həyata keçirməsi 69. Böyük Britaniyanın qoşunların Ulsterə müttəfiq verməsi 90-cı illər. Demək necə olacaq? 1, 3, 2, 4. 1, 3, 2, 4 A variantı. 8-dən davam edək. Xəritədə qeyd edilmiş hansı dövlətlə bağlı məlumat verilməmiş. Deməli, iqtisadi möcüzələr memarının istifa verməsi Almaniya məlumat var. Qərbi Avropada orta mənzilli raketlərin yerləşdirilməsi planı dəstək verilməsi İngiltərə dəstək var, Margaret Thatcher. NATO-ya daxil olmaq üçün Koreya müharibəsində iştirak etmişdi. Türkiyə də Osmanlı deyəcəkdim. Xəritədə var. NATO'nun hərbi şəhərindən uzaqlaşmışdı Fransa. Deməli 4. Yunanistan haqqında heç bir məlumat yoxdur. Harry Truman'a aid deyil. 20-ci əsrin 40-cı illərində hakimiyyətə gəlməsi düzdür. Sosial müdafiə sisteminin genişləndirilməsi düzdür. Qocalığa görə verilən təqaüdlərin artırılması. Qocalığa görə verilən təqaüd artıran Truman deyildi. Reagan artırmışdı. Balkan ölkəsinə hərbi yardım bəli Yunanistana, mil təhlükəsizlik yaratması bəli olacaq C variantı. Uyğunluğu müəyyən edin. Doğru, yanlış. Doğru. İngiltərənin Avropa İqtisadi Birliyinin yaradılmasında iştirak etməsi xeyr, iştirak etməmişdir. ADL və AFR münasibətlərinin yaxınlaşması hər iki dövlətin BMT-yə üz qəbul olması şərtləməsi düzdür. Xruşovun 20-ci əsrin 30-40-cı illərində repressiyaya məruz qalmış şəxslərə bəs verməsi düzdür. Bizə buradan yanlışı götürməliyik, yanlış istəyir. Prezident Clement Attlee dövründə bir sıra müəssisələr milliləşdirmişdir. Xeyr, bu milliləşmə yapamıyor. Ona görə yanlış götürəcək. 2-dən 4. Doğrunun altından doğru, yanlışından yanlışı götürür. Daha sonra baş vermiş Thatcherin vəzifəsindən istifa verməsi 90. Markatizm kampaniyası, yəni Truman dövrü 45-53. Vyetnam müharibəsinin başlaması 65. Otorqeyt əhvalatının baş verməsi 72. ABŞ-ın Martin Luther Kingin başçılığı ilə hərəkatı
başlaması 68-ci ildə öldürülmüş, təxmin 68 götürək. Daha sonra ən gecə isə götürəcəyik Margaret Thatcher. İngiltərənin göstərilən dövrlərlə bağlı uyğunluğu müəyyən edin. 20-ci əsrin 40-cı illər dünyada ən mükəmməl sosial sığorta sistemindən biri yaradıldı, xeyr, bu ABŞ-dır. Hindistana müstəqillik verilmişdi, düzdür. 50-ci bir sıra müəssisələrin əvvəlki sahiblərinə qaytarılması bəri Winston Churchill. Margaret Thatcher baş nazir. Thatcher 79-da gəlib. Demək 1-ə B-dir, 2-yə A-dır. 70-ci il. Daxili siyasətdə əsas istiqamət kimi xüsusi sahibkarlığın dirçəldirməsi götürə bilərik. Elə Thatcherin dövrü. Falkland böhranı 82. Demək 1-ə A, 2-yə A, 3-ə A. 1-ə A, 2-yə A, 3-ə A, C variantı. Fransada 5-ci Respublika dövründə aid variantı müəyyən edin. Fransada müvəqqəti rejimə vəz etmişdi, xeyr, 4-cü Respublikadan sonraydı. İqtisadi inkişaf göstəricisine göre ABŞ vəngət ötüb keçmişdi, 4-cü Respublikadadır bu. Charles de Gaulle'un 2 dəfə hesab verilməsi, xeyr, 2-ci dəfədir. Fransanın nüvə silahına malik olması, bəli. ABŞ tarixinə uyğunluğu müəyyən edin. Marshall, Truman, Taft-Hartley. Həmkarlar İttifaqının fəaliyyətini və əmək münasibətlərinin tənzimi təbii ki, Taft-Hartley, 3-ə A. Avropadakı müttəfiqlərinə müharibə dövründə dağıdılmış iqtisadiyyatın bərpa olunmasına görə kömək nəzərdə tutulmuşdu, təbii ki, Marshall planı, 1-ə B. Yunanistan və Türkiyədə Sovet təsirinin güclənməsi çevrilmişdi, Truman doktrinası, C. B, C, A. Verilmiş məlumatlara aid olduğu prezident, Mərkəzi Kəşfiyyat İdarəsi, təbii ki, Truman. 20-ci əsrin 50-ci illərində AFR-də iqtisadi möcüzənin baş verməsi ilə bağlı klasteri tamamlayın. ABŞ maliyyə yardımı, aşağı əmək haqqı ilə çalışmağa razı olan yüksək ixtisaslı işçi ehtiyatının mövcudluğu, AFR-in parlament respublikaya edilməsi, xeyr, NATO-ya daxil olması, milli əmək haqqının artırılması, elm texnik tərəqqi, ən müasir avadanlıq tədris, bəli, 16D. 17-yə baxaq. Müasir dövrdə dövlətlərin siyasətinin rənglənmiş yerlərə uyğun olaraq müəyyən edin. Demək, SSR-in xarici siyasətini götürəcəyik. ABŞ-ın daxili və xaricini. SSR ancaq xarici, ABŞ-ın daxili və xarici. Daşkənd müqaviləsi imzalandı. Daşkənd SSR-yə aid bir termindir. Elə deməli, bunu SSR-yə götürəcəyik. 2 A-nı götürəcəyik. Amma Daşkənd müqaviləsi biz dəqiqə daxili müqavilədir. Daşkənd xarici müqavilədir. SSR-nin əmlakını bölüşdürməsinə bağlı. Ona görə 2-yə B-ni götürə bilmərik. A-nı götürə bilmərik. Milli Təhlükəsizlik Şurasının yaradılması ABŞ 1-ə B-ni götürəcək. Kubaya nüvə raketinin yerləşdirməsi bu SSR-nin xarici siyasəti artıq 2-yə C-ni götürəcək. Bill Clinton Ərəb-İsrail müqaviləsinin imzalanmasında iştirak etməsi Ərəb-İsrail bu artıq xariciyə götürəcək. 3-ə D-ni götürəcək. Yenidən qurma bu SSR-yə aid, amma daxil. Ona görə götürməyəcək. Deməli, Daşkəndlərin yenidən qurma daxil olduğuna görə götürə bilmərik. 1-ə, deməli 1-ə oldu B, 2 oldu C, 3 oldu D, Y variantı. Uyğunluğu müəyyən edin. Lyndon Johnson, John Kennedy. Vyetnama qoşun yeritməsi düzdür. Ədalətli xətt proqramının qəbulu bu Truman'dir. Vergidən aşağı və yuxarı hədlərin müəyyənləşdirməsi bu George Bush'dur. Kiçik Bush yəni. Demək, bir ancaq olacaq A. John Kennedy, yeni titullar, bəli. Soyuq müharibənin son qoyması, bu da böyük Bush. İnflasiyanın ölkə daxilində ən aşağı bunun dövrü deyildi. 1-ə A, 2-yə A. NATO'nun yaradılması 49. 5-ci Respublikanın qurulması 5-ci Respublika 46. Niyə 50 yazdı? 5-ci Respublikada yaradıldı 58. Almaniyada Willy Brandt'ın hakimiyyətə gəlməsi 69. SSR-də 4-cü 5 illik planın icrasına başlaması 4-cü 5 illik plan 46. Deməli 4-1-2-3. Bir dəfə mən tapdım. AFR-də Willy Brandt hökumətinin yeni şərq siyasətinin mahiyyətinin ifadə etdiyi variantlar tətil hərəkatının genişlənməsinin qarşısını almaq, xeyr. ADR-lə dövlətlərarası münasibətlərini yaratmaq, düzdür. Hərbi xəsarət azaltmaq, xeyr. Şərqi Avropanın müharibədən sonraki sərhədlərini tanımaq, bəli. 2 ilə 4. A variantı.